Çox burada aqressiv səslənən bankomat sözü oldu. Düzdürmü? Amma gəlin bunun bir tərəfi yumuşaqlatdıraq. Hansı kişi öz xanımına baxmasa, təbii ki, o kişidə, o ailədə bir söhbət ondan gedir ha. Söhbət imkan daxilində olan sözlər bankomatdan getmir. Bu kişi üzrsən, o cavab verim də, çox sözü. Söhbət bankomat gəlir, düzdür. Mən sizə razıyam, bu tip insanlar var. Amma bu biraz cəmiyyət bizə baxır. Bunu biraz yüngülləşdirək. Baxın, kişinin xüsusiyyəti budur ki, xanımına baxmalıdır. Burada geyiminə də, bunda yemək içmək, yeri gəlində gəzməyində xanımına baxmalıdır ki, axı bu günlərin sosial bir dövrdür, sosial cəmiyyətdir. Bu insan da, bu xanım da baxır, bunun da tərəfi var. Bunun da o müəyyən nəfsani tərəfi var ki, bunu da gəzdirmək lazımdır, bunu da geyindirmək lazımdır. Bu indi bankomatlıqdan çıxmalıdır. Çünki kişi öz xanımına qardaş baxmalıdır. Baxmasa, baxın, fəlsəfə alimləri belə bir gözəl söz deyirlər. Deyirlər ki, əgər maşınına sən baxmasan, maşınına diqqət eləməsən, maşının sənə xəyanət edəcək. Evə baxmasan, ev dağılır, düzəltməsən, evin sənə xəyanət edəcək. Ailevə, xanımva, övladva qayğı göstərməsən, o tükənəcək artıq sənə xəyanət edəcək.